Xeyir olsun. Bu günləri 26 iyun Silahlı Qüvvələrin yaranması gündür. Hər birinizi təbrik edirəm. Allah şəhidlərimizi rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Özünüzə təqdim edin, xahiş edirəm bir-bir. Biz Cəbrayıl rayonu ümumi təqdim eləsəm olar, bir çox vaxt gedər. Olar. Burada gördüyünüz Cəbrayıl rayonu Könüllü Müdafiə Batalyonunun yaranmasında əməyi olan insanlardır. Həmin o dövrdəki o vətəndardı idi, onu qorumaq lazım idi, silah yox idi, sursat yox idi, amma ordunu yaratmaq lazım idi. Həmin gördüyünüz bu insanlar Azərbaycanımızın qeyri-regionlarından olan könüllülər kimi canlarını ortalığa qoydular və Cəbrayıl rayonunda 805 nömrəli Könüllü Müdafiə Batalyonu yaratdılar və o batalyonun da sonraki mərhələlərdə ondan da 2 dənə hərbi hissə yaradıldı və Azərbaycanın ərazi bütövlüyü uğrunda həddən artıq çox şiddətli döyüşlərdə iştirak eləmişik hər birimiz. Buradakıların hamısı qazidir, əlildir, yaralıdır. Biz özümüzə o gördüyümüz işlərə görə üzərində haqqımız olan hər bir kəsə haqqımızı halal eləyirik. Amma onlardan da istəyirik ki, bizim hörmətimizi gətirsinlər. Bugün Kimdən istəyirsiniz? Bugün özümüzə borc bilmişik ki, bu ordunun təməlini qoyan insanlar birinci şəhidlər xiyabanında oradadılar. Onlara baş çəkmişik və həmin o şəhidlərin, həmin o qazilərin o vaxtki xidməti olub ki, bu ordunu yaradıblar. O qədər səmimiyyətlə, o qədər mehribançılıqla, o qədər vətənpərvərliklə, o qədər onlarda hiss olub ki, bu ordunu yaratsınlar. O ordunun təməli qoyulub, o səviyyədə 30 ildən sonra həmin o ordu bu millətə bu sevinci yaşatdı, torpaqlarımızı işğaldan azad elədi. Axır ki biz bugün şükür Allaha ki Azərbaycan ordusunun sayəsində o şəhidlərimizin qanı bahasına, o insanlarımız ki, qazilərimiz ki sağlamlığını itirdi, onun sayəsində Azərbaycanın ərazi bütövlüyü demək olar ki bərpa olundu və onların da sayəsində bugün biz dünyada alnı açıq üzü ağ gəzirik. Allah Teala onlara görə şəhidlərimizin şəhadəti mübarək eləsin, məqamlarını üzə eləsin, ruhlarını şad eləsin. Allah Teala buyurur ki, şəhidlər ölmür. Onlar Allah dərgahında diridirlər. Allah dərgahında diri olan şəhidlərimizi Allah Teala bizə duaçı qərar versin. Allah Teala nə qədər şəhid ailələri və millətimizin hər birinə səbr versin inşallah. Allah Teala bizi o günü qismət eləsin ki, nə qədər ömrümüz varsa, o uca bayrağımızı həmişə ucalarda dalğalanan görək. Adınızı, soyadınızı demədiniz? Adım Allahverdiyev Tahir. Çox gözəl. Bütün Cəbrayıllara salam göndərirəm. Allah Dəfələrlə sizə razı Cocuq mərcanında olmuşam, çəkilişlərini etmişəm. Hava xoşlar olsun, lələ. Təpəyə getmişəm. İnşallah özünüzü sosial şəbəkələrdə seyr edərsiniz. Siz sağ olun, sizin bayramınız mübarək olsun. Bu günləri bizə yaşadan sizlərsiniz. Hər birinizi təbrik edirəm. Hər birinizi Allah şəhidlərimizi rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Allah millətimi qorusun. Suda, quruda, vətənin xidmətində dayanan oğlanları təbrik edirəm. Var olun, var olun, var olun. Arzu eləyərəm, biz başladıq 41-45-in şəhidlərindən 20 yanvar və gəldik bura. Axırıncı bu şəhid. Çox sağ olun, gələn ayaqlarınız var olsun. Arzu edirəm ki, bütün insanlarımız, bütün millətimiz, xalqımız elə 41-45-in şəhidlərindən başlayaraq bütün şəhidlərimizi həmişə yad edəyək. Əsrlər boyu Bəli. bir Polad Həşimovun arxasınca minlərlə gülə-gülə ölmə gedən oğullar Allah canlarını sağ eləsin, qazilərin, şəhidlərimizi rəhmət eləsin. Heç bir dövlətdə, ölkədə gülə-gülə müharibəyə ölmə gedən oğullar olmayıb, Azərbaycandan başqa. Təşəkkür edirəm. Biz şəhidlərimizin yanında olmuşuq. Təşəkkür edirəm. Təşəkkür edirəm. Hər birinizə var olun. Var olun. Sağ olun. İnsanlarımız da var eləsin ki, bugün bu çəkilişi aparırsın, vətənpərvər oğlanları bax beləsinə görüntüyə alırsın. Borcumuz, o bizim vəzifəmiz. Siz sağ olun. Siz sağ olun. Sağ olun. Sağ olun.